Hazırda Tovuz rayonu Alaçol kəndindəyik. Qəhrəman Cavidimizin ev muzeyindəyik. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman igidi, qəhrəman oğlu, qəhrəman şəhidimiz Hüseynov Cavid Hümbətoğlu'nun doğum günüdür. Allah anamıza səbir versin, şəhidimizin atasına səbir versin. Könül istərdi ki, bugün şəhidimizin şad gününü qeyd eləyərdik, belə qeyd etməzdik. Cavid həqiqi bir qəhrəmandır. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, bir nömrəli snayperist olub. Dünya ölkələrində dəfələrlə şanlı bayrağımızı yüksəkliklərə ucaldıb. Yeganə şəhid, yeganə igid oğul olub ki, qalibiyyətləri zamanı vətənə dönəndə paşamız, generalımız Polad Həşimov öz qol saatını belə Cavidə bağışlayıb. Cavid həqiqi bir igid oğul olub. Allah ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Allah ana sizə səbir versin. Həqiqətən çox çətindir. Təsəlli üçün yəni sözlər belə acizdir. Belə bir oğlu həqiqətən yaşayan qəhrəman kimi görmək istəyərdi yaramızda. Öz qalibiyyətinin kaş sevincini dada bilərdi. O qədər əziyyəti, o qədər zulmü var. Biz nə eləsək də heç bir zaman nə sizin, nə Cavidin haqqını ödəyə bilmərik. Allah sizlərə səbir versin. Allah razı olsun sizlərdən. Allah sizi var eləsin. Dəyərli, qeyrətli. Sizdə bugün Cavidin cənnətdə 31 yaşı tamam olur. Cavidin haqqında danışanlardan da sözünü demiş oğlanlar həmişə deyir ki, Cavid 100 ildən bir həyata gələcək oğullardan biridir ki, oğullar 100 ildən bir tarix yetirir. Ən acınacaqlısı mənim üçün ən çətin də odur ki, mən bugün qürur duyuram, dünyanın xoşbəxti bilirəm özümü ki, Cavid kimi bir oğulun dünyaya səs salmış bir oğulun anasıyam. Amma bu tərəfdən də fikirləşəndə elə bir oğulu bugün yanımda görməmək, hansı ki 100 ildən bir tarixə gələn oğulsuz yaşamaq bax o çətindir. Mən onu o şəhid kimi zirvələrə ucaldım. Mən onu evlad kimi, oğul kimi axtarıram. Bala kimi yanıram. Yaşasaydı 31 yaşı tamam olardı. Həmişə cənnətdə Cavid 27 yaşında qaldı mənim xəyalımda. Bu dövrdə 27 yaşında köçdü. Amma 31 yaşında nələr xəyal eləmişdim. 31 yaşında onun ailəsi olacaqdı, balaları olacaqdı. Her zaman dedim özüm teksen koymadım senin tek evladım oğlum ola. Kısmet istediğim megama ucaldı. En uca zirve belirtti. Özünün akşam sosyal şebekesine bakarım. Şehitliği o kadar tebliğ edilmiş ki hele ben onu bilmirdim. Ebedi yaşar qəhrəman diye. Çetindi. Cavidsiz yaşamak benim için çok çetindi. Allah razı olsun sizlerden her zamanınız kimi en çetin anlarımızda, hoş günlerimizde yanımızda olursunuz. Bizim borcumuzdan bizə təşəkkürə ehtiyac yoxdur. Yenə istəyərdik, başqa cür tanıyardıq. Borcunu dərk eləyə biləydi. Yaxşıları qorusun. Hər zaman dualarımda yaxşı insanlardır. Dəyər verənlərdir. Çoxdur Cavidin dəyər verən dostlarımdır. Bir neçəsi gələsidir. İnşallah. Bir şey olduğu kimi nə qədər canımda can var. Ne kadar yaşlıyım, onun yaşı kadar. Onun ad günde kül alacağım. Gün 31 tane kül almışım. Bu gülleri bana bağışlamalıydı.